Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. İbn Hibban rahimehullah'ın Ravdatul Uqala ve Nuzhatul Fudala isimli kitabını oxuyurdum və orada 30-cu səhifələrdə Abdullah ibn Mübarəkdən gələn bir nəqlə rastlaşdım və həmin nəql çox xoşuma gəldiyi üçün istədim siz qardaş və bacılarıma da onu oxuyum, tərcümə edin və İbn Hibban rahimehullah'ın həmin nəqlin üzərinə danışdığı, qısa olaraq ağıl barədə verdiyi tövsiyələri sizə oxuyub tərcümə eləmək istəyirəm. Abdullah ibn Mübarəkdən soruşulur ki, "Ma xayru ma u'tiyər racul?" Kişiyə verilən ən xeyirli nemət nədir? Qalə qarizatu aqlin. Abdullah ibn Mübarək rahimehullah buyurur ki, doğuşdan gələn ağıl. Qilə fə illəm yəkun və yenə soruşulur ki, bəs bu yoxdursa, Abdullah ibn Mübarək davamında buyurur ki, ədəbun hasanun, gözəl ədəb. Və qilə fə illəm yəkun. Yenə soruşulur, bəs bu da yoxdursa, yəni ağıl yox, gözəl əxlaq yox, ədəb yox. Deyir ki, Abdullah ibn Mübarək, əxun salihun yəstəşiruhu. İnsanın tövsiyə ala biləcəyi, istişarə eləyə biləcəyi, ağıl ala biləcəyi salih qardaş və ya sadiq dost kimi də bunu tərcümə edə bilərik. Qilə fə illəm yəkun. Yenə soruşulur ki, bəs bu da yoxdursa, Abdullah Mübarək buyurur ki, qalə sumtun tavilun, uzun müddət susmaq. Qilə fə illəm yəkun qalə məvtun acilun. Soruşulur, bu da əgər yoxdursa, Abdullah Mübarək buyurur ki, əgər ağıl yoxdursa, ədəb yoxdursa, sadiq dost yoxdursa, susmağı da bacarmırsa, təcili ölüm. Onun üçün ən faydalı, ən xeyirli şey, əgər bu şeylər yoxdursa, Allah Azza və Cəllənin vermiş olduğu bu nemətlər yoxdursa, təcili ölümün gəlməsidir. Bu nəqlin üzərinə İbn Hibban rahimehullah deyir ki, əl-aqlu nəv'an. Ağıl iki növdür. Çünki başda ağıldan danışdı axı. Mətbu'un və məsbu'un. Mətbu olan ağıl və məsmu' olan ağıl. Və davamında buyurur ki, fəl-mətbu'u minhumə kəl-ardi. Mətbu' ağıl torpaq kimidir. Vəl-məsmu'u kəl-bəzri vəl-mə. Məsmu' olan ağıl isə toxum və su kimidir. İndi mətbu' və məsmu' nədir? İbn Hibban rahimehullah bunu belə izah edir ki, əl-aqlul mətbu', mətbu' olan ağıl Allah Azza və Cəllənin Bəni Adəmi yaradarkən ona vermiş olduğu ağıldır, hansı ki insan bununla, bu ağılla dəlidən, məcnundan ayrılmış olur. Məsmu' ağıl isə budur ki, həmin o şey nədir? Quran, sünnəni öyrənən ağıl. Yəni biri Allah Azza və Cəllənin yaradılışdan yaxşını və pisi ayırman üçün olan ağıldır. Buna mətbu' ağıl deyilir. Məsmu' ağıl isə insanın sonradan öyrəndiyi, yəni Quran, sünnət və sələfin fəhmini öyrəndiyi, sonradan öyrəndiyi ağla deyilir. Ona görə İbn Hibban rahimehullah birincisini torpaq olaraq adlandırır. İkincisini sonradan öyrəniləni isə toxum və su, o torpağa əkilən toxum və üzərinə tökülən su kimi adlandırır. Yəni sadəcə sən ancaq mətbu ilə qalsan, əksi bir ağıl sahibi olursan. Məsmun da ona əlavə elədiyin zaman faydalı bir ağlın sahibi olursan. Həmçinin İshak ibn Habibdən belə bir şeir rəvayət eləyir İbn Hibban ki, Ra'aytul aqlə nəv'an. Mən gördüm ki, ağıl iki növdür. Fəmətbu'un və məsmu'un. Tabi olunan, yəni mətbu və eşidilən məsmu' ağıl. Və la yanfa'u məsmu'un izə ləm yekun mətbu'. Eşidilən ağıl, yəni sonradan öyrənilən ağıl əvvəldən yoxdursa, onun bir faydası yoxdur. Yəni sən məcnunsansa, dəlisənsə, sonradan nəyisə eşitməyin, öyrənməyin sənə heç bir faydası yoxdur. Kəmə la tənfa'u şəmsu və davul ayni məmnu. Necə ki, günəşin işığı gözün işığına fayda vermir. Yəni o günəş ki, gözü qaraldır, gözün görməsinin əngəlləyir, mane olur. O necə ki, o günəşin heç bir faydası yoxdur insana. Eyni ilə əgər ağıl, əvvəlki ağıl, doğuşdan olan ağıl yoxdursa, sonradan eşidilən ağlın heç bir faydası yoxdur. Yəni bu, əlhamdülillah, faydalı bir əsər idi. İstədim bunu zikr eləyim. Və bu həqiqətən də belədir. İnsan əgər mətbu ağlın üzərinə qalsa, faydasız bir həyatı olar. Əgər məsmu'un da buna əlavə eləsə, sonradan öyrənilən ağlı da əlavə eləsə, əlhamdülillah, faydalı bir ağıl. Həm fitrəti ilə Allah Azza və Cəllə ona verdiyi ağılla tövhid və şirki dərk eləyə bilər. Məsmu' olan ağılla da bunların təfərrüatlarını öyrənər, tövhidi qorumağı öyrənər, şirkdən təbərrünü öyrənər, əhlindən təbərrünü öyrənər, Allaha necə ibadət etməsi lazım olduğunu öyrənər və s. bu kimi bunu elmi mülahizələrlə artırmaq mümkündür.
Allah Azze ve Celle bize işte faydalanan kullarından etsin. Amin ve elhamdülillahi Rabbil alemin.